Allah Resulü sahabelerinden birini Yemen'e vali göndererken ona deyir ki, ola bilsin gələrkən, qaydarkən məni dünyada görməyəsən, dünya gözüyle məni görməyəsən. Amma bilmiş ol ki, o şəxslər mənim ümmətimdir. O şəxslər mənə yaxındır. O şəxslər mənim qəlbimə və ruhuma doğmadır ki, onlar məndən ayrıldıktan sonra da harada olmaklarına baxmayaraq, hansı əsrdə, hansı zamanda, hansı dövrdə yaşamaklarından asılı olmayaraq ömürlərini, həyatlarını təqva üzərine yaşasınlar. Əgər həqiqətən də təqva üzərine yaxınlaşmış, yaşamış olsalar, onlar məndən uzaqda olsalar da, onlar mənim ruhuma yaxındılar, onlar mənim qəlbimə yaxındılar. Bax, bugün biz gücümüz çatdığı ölçüdə əməllərimizlə, ortada olan işimizlə deyə bilərik ki, Allah'ım həmd olsun sənin böyüklüyünə ki, biz həmişə dediyimiz kimi bölücülərdən olmadıq. Biz birləşdirənlərdən olduq. Biz insanları parçalamadık. Biz insanların düşüncəsində fikir ayrılığı salmadık. Biz insanlara məscidlərə üst tutmayın, imamlardan uzaq durun, bu kimi düşünceler yaymadık. Bütün məscidlər Allah'ın evidir. Bütün məscidlərə üst tutun. Bütün məscidlərdə imamların xütbələrini dinləyin. Cümə namazlarında iştirak edin. Və hansı məsciddə olmağımızdan asılı olmayaraq o xütbələrin mahiyyəti, o xütbələrin motivi bizi həqiqi hədəfə, həqiqi istiqamətə yönəltməlidir ki, biz Allah Resulünün ümməti isə Kur'an bizə bir olun deyir. Kur'an bizə değerler etrafında birleşin deyir. Kur'an bize vəhdət edin deyir. Ve Kur'an-ı Kerim'in ayetleri buyurur ki, Allah'ın kudret eli cemaatın üzerindedir, toplumun üzerindedir. Ferdi evinde kıldığın namaz cümə namazı sayılmaz. Ama Allah evinde gelip kılacağın 2 rəkətli cümə namazı artık cümə namazı sayılmış olar ve onun kat kat da savabını almış olarsan.